Ana olmaq istəməyən qadınlar psixoloqa göndəriləcək. Belə ki, Rusiyada doğum səviyyəsinin azalması fonunda hökumət yeni tədbirlərə başlayır. Yeni qaydalara görə həkimlər müayinəyə gələn qadınlardan uşaq sahibi olmaq istədiklərini soruşacaq. Ana olmaq istəməyənlər isə psixoloqa göndəriləcək. Sosioloq Elçin Bayramlı bu addımı müsbət qiymətləndirərək bildirib ki, dünyada doğum səviyyəsinin azalması artıq kritik həddə çatıb və bu cəmiyyətin gələcəyi üçün ciddi risk yaradır. Onun sözlərinə görə ailə qurmaq və övlad sahibi olmaq cəmiyyətin əsas dayaqlarından biridir. Ekspert qeyd edib ki, Azərbaycanda da gənclər arasında ailə qurmağa maraq azalır və bu gələcəkdə demoqrafik problemlərə səbəb ola bilər. Bu səbəbdən dövlət tərəfindən sosial dəstəyin, güzəştli mənzil, məşğulluq proqramları və uşaq pulu kimi təşviqlərin artırılması vacibdir. Eyni zamanda vurğulanıb ki, ailə dəyərlərinin qorunması, gənclərin evliliyə təşviqi və çoxuşaqlı ailələrin dəstəklənməsi önəmlidir. Sosioloq hesab edir ki, 3 uşaqlı ailələr də çoxuşaqlı sayılmalı və bu istiqamətdə əlavə dəstək mexanizmləri tətbiq olunmalıdır.